Qeyri-hökumət təşkilatları rəqəmsallaşır. Vətəndaş cəmiyyəti sahəsində yeni canlanma müşahidə olunur. Bir zamanlar ənənəvi üsullarla idarə olunan fəaliyyət sahəsində rəqəmsal həllər çevikliklə seçiləcək. Rəqəmsallaşma qeyri-hökumət təşkilatlarının gördüyü işləri daha geniş auditoriyaya çatdırmağa kömək edəcək. Onlayn platformalar vasitəsilə operativ ünsiyyət yaranacaq. Qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq. Bütün bu məsələlər Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə QHT sektorunda rəqəmsallaşma və innovasiyalar mövzusunda keçirilən dəyirmi masada müzakirəyə çıxarıldı. Azərbaycan Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İskəndərli bildirdi ki, rəqəmsallaşma artıq QHT-lər üçün seçim deyil, institusional inkişafın əvəz olunmaz tərkib hissəsinə çevrilib. Dövlət idarəçiliyinin və iqtisadiyyatın, təhsilin və ictimai həyatın ayrılmaz hissəsinə çevrilir. Təbii ki, bu transformasiya vətəndaş cəmiyyəti unsurlarından da kənar keçmir və əksinə qeydilər bu dəyişikliklərdə önündə gedən əsas tərəfdaşlardan biri olmalıdır. Azərbaycan Milli QHT Forumunun idarə heyətinin üzvü, millət vəkili, Türk dövlətlərinin üzv ölkələrin QHT-lərinin platformasının baş katibi Azər Allahveranov qeyd etdi ki, rəqəmsal texnologiyalardan və süni intellektin imkanlarından səmərəli istifadə edən QHT-lər daha çevik idarə etmə modelinə malik olur. Cəmiyyətlə daha effektiv kommunikasiya qurur və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. İlkin olaraq artıq görünən də odur ki, rəqəmsal transformasiya kifayət qədər sürətli gedən bir prosesdir və olduqca da önəmli məsələ həm də bu proseslə əyaqlaşmaq və bu məsələdə də xüsusilə də vətəndaş cəmiyyəti unsurları, qeyri-hökumət təşkilatlarının da fəallığı mütləq olmalıdır. Nəticə etibarilə də vətəndaş ictimaiyyətin geniş təbəqələrinə çox yaxından işləyir. Müzakirələr zamanı QHT-lərdə süni intellekt alətlərinin tətbiqi, rəqəmsal idarə etmə sistemləri, kiber təhlükəsizlik, məlumatların qorunması, sosial media strategiyaları, elektron iştirakçılıq mexanizmləri və innovativ layihə idarə etmə həlləri ilə bağlı fikir mübadiləsi aparıldı və bu istiqamətdə dövlət, QHT özəl əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirildi.